Gəncə şəhərində yerləşən Bugzon kitab evində ilahiyyatçı, filosof Vüqar İskəndərovun müəllif olduğu və yeni nəşr edilmiş Yanındayam kitabının təqdimat mərasimi keçirildi. Əziz dostumuz Hacı Vüqar İskəndərovun növbəti əsəridir. Bu nəinki valideyn-evlad münasibətləri, bəlkə də həm də tələbə-müəllim münasibətləri, böyük qardaş, kiçik qardaş münasibətləri kimi də xarakterizə etmək olar. Tədbirdə Gəncə şəhər ictimaiyyətinin nümayəndələri, universitet tələbələri, eləcə də mədəniyyət və təhsil sahəsinin əməkdaşları da daxil olmaqla çoxsaylı qonaqlar iştirak edir. Dəyərlimiz, ilahiyyatçı, filosof Hacı Vüqar qardaşımızın 3-cü kitabının təqdimat gecəsinə cəm olmuşuq. Gözlədim ki, mənim də evimdə böyüyən uşaqlar yeniyetməlik yaşını bitirsinlər. Mən bu kitabı gözləyirdim. Çünki bu insanda olan o qayğı, evlada qayğı, evlada münasibəti mən artıq o Vüqar bəyin hardasa atasını itirdiyində mən hiss elədim ki, bu kitab gəlir. Gəncəmizin çox fəxr elədiyi insanlardan biridir. Bu çox böyük töhfə olacaq. Bizim gənclərin, yeniyetmələrin tərbiyəsində, o cümlədən müəllimlərə böyük dəstək olacaq. Təqdimat zamanı müəllif kitab haqqında ətraflı məlumat verərək onun əsas ideyalarını tədbir iştirakçıları ilə bölüşüb. Dünyada ən ali məxluq tərbiyə olunmuş insandır. Vüqar İskəndərov Yanındayam əsərinin yeniyetmələrlə empatiya qurmaq, onların daxili dünyasını anlamaq, qarşılaşdıqları psixoloji çətinlikləri çözmək və şəxsiyyət formalaşmasında dəstək vermək kimi mühüm tərbiyəvi yönlərinə diqqət çəkib. Tədbirdə çıxış edən ziyalılar və ictimaiyyət nümayəndələri həm müəllifin, həm də kitabın dəyərindən söz açaraq öz təəssüratlarını bölüşüblər. Ardınca iştirakçılar müəllifə suallar ünvanlayıblar. Vüqar İskəndərov onların hər birinə səmimi şəkildə cavab verib. Qeyd eləyək ki, çəkilişi Rəşad Aydının rəhbərlik etdiyi Air Group həyata keçirib. Tədbirin sonunda oxucularla imza mərasimi təşkil olunub və bu yadda qalan görüş isti mühitdə başa çatıb.